Mənim üçün də həmişə adlar maraqlı olub da. Bir də görürsüz, elə gözəl bir körpüyə elə bir ad verilir ki, mən o körpüyə indi körpə kimi baxmıram. 20 ildən, 25 ildən sonra o kim olacaq, nəçi olacaq və ona verilən o ada görə o nə qədər əziyyət çəkəcək, nə qədər utanacaq. Var da bizdə, nə bilim, təşkilatdır, siyasətdir. Var da limondur. Qumar oyununda konfet xalı olub, eşitdim rəhmətə gedib. Onun adını çəkəndə elə bildim konfet deyəndə konfetdən danışırlar. Məlum oldu ki, konfet xaladan danışırlar. Ay balam, ay analar, ay valideynlər, dünyanın axırıdır. Gözəl adlar var da. Nə bilim, gündən, aydan, sudan. O qədər adlar var ki. Niyə görə bu gün fəxrlə o uşağa verirsə o adı, ona şamil edirsə, onu o adla tanıyırlar. 25-30 ildən sonra inanın ki, ona o ad bədbəxtlik gətirir. Onun özündə bir stres yaranır, utancaqlıq yaranır, bir xəcalət yaranır. Etməyin. Burada bəzi şeylər yazılıb ki, Ədliyyə Nazirliyindən verilən məlumatlara görə cari ilin ilk 6 ay ərzində 1213 nəfərin ad, soyad və ata adı dəyişdirildiyi bildirilir. Əlavə edilib ki, Balabəyim, Durnay, Fəlakət, Xassey, Xaxaxanım, Küskün, Ləpbəxana, Osandıq, Saat xanım, Samovar kimi adlar vətəndaşların arzusu əsasında dəyişdirilib. Bax, müasir analardır da. Bilmirəm, bəlkə də yaşlı adamlardır, 50-60-ı keçib utanıblar. Onlarda da bir xəcalətlik hissi yaranıb ki, yox, adımı dəyişdirib. Əzizlərim, Fəlakət var, Fəlakət aktyoru var da. Bəlkə də Fəlakət adını Fəlakət özü bizə sevdirib, amma belə götürəndə bəlkə də Fəlakət sıradan birisi olsaydı, biz o adı sevməzdik, amma Fəlakətə görə o adı sevdik də, o yumoru, onun istedadı, onun aktyorluğu, onun o təbəssümü, belə başdan ayağa yumordu da sevdik. Amma Xassey, Xaxaxanım, bu nə addır? Ümumiyyətlə, buna görə də gənc ailələr evladlarına ad seçərkən mütləq, yəni məsələnin gələcək nəticələrini nəzərə almalıdır. Bax, mənim dediyim kimi, biraz da bu adları bu evladlarına verəndə məsuliyyətli olmalıdırlar ki, mütləq ki, gələcəkdə o uşaqların təsəvvür ki, hansısa bir institutda oxuyur, universitetdə oxuyur, hansısa hansısa gözəl bir vəzifəni icra edir, filan ki, çağırırlar mı çıxışa, hansısa bir sesiyada, plenumda, nə bilim, harda, filan ki, xaxaxanım gəlsin. Məsələn, Rəsulova xaxaxanım gəlsin. Etməyin bunu, hörmətli gənc analar, atalar. Biraz uşaqlarınıza qarşı diqqətli olun, məhz ad seçimində. Bir adın onlara verilməsi bugün sizə sevinç gətirə bilər, amma illərdən sonra onlara bu ad bədbəxtlik gətirəcək. Bu ad onlara utancaqlıq gətirəcək, xəcalət gətirəcək. Məndən sizə məsləhət. Gözəl adlarınız var.